Bütün xəstəliklərin əmələ gəlməsində mikroblar rol oynayır. Bu doğrudan da belədir. Amma immun sistemi möhkəm olsa, heç bir mikroflora bədənə heç bir şey eləyə bilməz. Görürsünüz ki, məsələn, bir streptokok infeksiyası boğaz ağrısına səbəb oldu və yaxud da ki, haradasa bir streptokok infeksiyası oldu bədəndə. Məsələn, 10 nəfər xəstələndi boğaz ağrısı ilə, bunun birində, ikisində revmatizma meydana gəldi. Nəyə görə? Çünki bu uşağın immun sistemi və yaxud bu adamın immun sistemi zəif oldu. Ona görə də bax, bu xəstəlik meydana çıxdı. Ancaq mənim YouTube-da çoxlu məqalələrim var. Orada mən tez-tez qeyd edirəm ki, bir çox infeksiyalar fonunda həmişə oynaq xəstəlikləri əmələ gəlir. Məsələn, biz buna reaktiv artritlər deyirlər. Məsələn, görürsən ki, xəstənin sidik cinsiyyət sistemində infeksiyası var. İstir qadın olsun, istir kişi olsun. Ona heç fikir verən də yoxdur, amma elə bunun oynaqların ömrü boyu müalicə edirlər. Məsələn, məndə xəstə olub ki, uzun illər qadını müalicə ediblər, amma kişini müalicə eləməyiblər. Əvvəla sonsuzluq olub, yəni övladları olmayıb. Sonra məlum olub ki, bunların ikisində də mikroflora var, ikisində də mikroblar var. Birini müalicə edirlər, obursunu eləmirlər, yenə də həmən hadisə davam eləyir. Amma həmən mikrofloranı aşkar eləyirsən, əkirsən, bilirsən ki, nədir, müalicə eləyirsən, görürsən ki, övladı da olur. Oynaq problemi də ləğv olunur, gedir. Məsələn, 10 ilin, 15 ilin oynaq problemin görürsən ki, bir mikrofloranı tapıb onu aradan götürməklə bütün problemləri həll eləmək olur.